canım. Hello yavrum. Koy koy. Uşaqlar, hamı burada çəkir, aşağı düşüb gözləyirsiniz ha. Əlbəttə. Başla. Önce çıkın aradan. Başlayırıq. Hazırıq. Sizin konsertinizdə təbrik edirik. Konsertiniz münasibətilə sizi Çok əvvəla. minnətdaram, çok teşekkür ederim. Bugün benim ad günümdesin. 25 yıl geçti. 25 yaşım olur bugün Bugün benim. konsertdə nələr olacaq? Yəni biraz ipucu detal. Valla ben bu 2005. ildən Heydər Əliyev adlı sarayda başladım. İlk defa burada biz obraz kuranda səhne kuranda dediler ki ne danışırsınız? Burada most olmaz dikmək. Biz o mostu etdik. Sonra en büyük arzum ki bu geçen ilki konsert ki biz o robotu Bakıya getirmek, bu bilirsiniz ne kadar bahalı bir iş idi. Ve bütün dünyada ulduzlarda gördünüz. Hamı ben yaşadığımı yaşadı, hamı belə qaldı, hamı ben necə göydə qaldım. Çünkü bu yani robottu da, beyni çökdü və salam. Bütün şovları yaşadım, yaşadık, ettik. Bu sefer sadece benim için bir tane sürpriz var. O da doğma kardeşim İsmail'in mənə Günahkar Kimdir deyə yazan mahnısıdır. Və ona belə qiymət qoymuşam yəni. Mən həmişə deyirəm, bu mahnı maşın üçündür, bu mahnı partlayacaq, bu mahnı radyo sevəcək falan. Murad Arif'dən də təzə mahnımız var. O ağır bir hekayədir. Ama İsmail'in mahnısı daha enerjilidir. Əminəm ki, hamı sevəcəksiniz. Bugün təzə 2 mahnı səslənəcək. Mən Röyə sadəcə bax belə. Sadəcə ifa edəcəm. Ona görə də heç bir stres keçirmək istəmədim. Nə paltar tikdirmək, nə bir şey. Aldım, giyindim, gəldim. Məsələn. Röya 25 ildə aktual olmaq hər sənətkara nəsib olmur. Mən özümü təbrik edirəm. Çünki həyatda yaşadığım bütün olaylarda yıxılıb qalxmışam. Amma sənətdə belə bir şey yaşamadım və heç bir sənət dostuma da bunu arzulamıram. Ki geridə qalıb təzədən nəyisə toparlamaq. Amma həyatda əlbəttə ki bunu hamımız birlikdə yaşadıq. Nələr yaşamadım mən, nələr. Hələ də yaşayıram bu arada. Bugün deyit ortaqları Murad Arif'dən başqa. Bugün heç kim yoxdur. Murad Arif'in sadece olarak yeni mahnısını oxuyuram. Əsas Bəli, odur. çünki biz bütün satışa verdik biletləri və salam. Əsas odur. Bu dəfə keyfiniz necədir? Bu səfər keyfim qəşəngdir. Valla. Haçan pis olur. İlk yaxşı ki bu həyatı elə bax belə yaşamışam deyirəm. Düz eləmişəm. Düz eləmişəm. Bu sualı verməyimin xüsusi bir səbəbi var. Axırıncı dəfə sizdən jurnalistlər, media nümayəndələri müsahibə alanda Heydər Əliyev sarayında demişsiniz ki, keyfim pisdir, amma mən çıxıram. Siz o günü deyirsiniz. O gün mən çox yaxın dostumu itirdim. Həmən günə təsadüf etdi. Və çox sevdiyim dostuma söz vermişdim ki, sənin gecəndə iştirak edəcəm, ona görə gəldim. Başqa heç yerə getməzdim, inanın. Bəlkə bir məclisim, toyum olsaydı, zən vurub deyərdim ki, gəlmirəm. Amma buraya gəlməliydim. Çünki ikisi də dostumdur. Birini itirdim deyən ikincinin itirməsinə dözə bilməzdim. Bugün keyfim yaxşıdır. Həmişə yaxşı olsun. Dost deyirsiniz, deməli sənətdə dost varmış. Var, əlbəttə var. Mənim qəşəng dostlarım var. Valla. Mən neçə il görməyə bilərəm yəni adamları. Adamlar elə bilər ki, bəlkə soyunmuşam falan. Yox, çox da istiqamlıyam. Çox da gözələm yəni. Adlarını sadalaya bilərik. Hamısından dostluq edirəm, inanırsınız. Valla. Hətta kimi bilirsinizsə, elə bilirsiniz ki, pisdir hər şey. Biz o adamla belə görüşəndə salamlaşırıq, öpüşüb görüşürük. Nəsirin bir dəfə başına bir iş gəlmişdi. İkimiz onun üstündə metastralıq eləyirdik. Sonra biz otaqdan çıxanda hamı belə baxdı dedi ki, hər şey yaxşıdır ki, nə etməliyik ki? Bəzi yaşanan şeylər vardı ki, onlar demək ki, yaşanmalıydı. Onlar da yaşandı, bitdi, getdi yəni. Amma Allah Taala'nın da bir hikməti var. Allah Taala o enerjini sizə verir. Bir şeyi yazır, yaşamalıyıq uşaqlar. Özümüzü qorusaq da mümkün deyil yəni.
Vəssalam. Məsəl üçün İsmail yoldaşı ilə gəzməyə gedəndə bizə tapşırır ki, 60 qram kaşa ver. 120 verirəm, səhərə qədər yatır. Vəssalam var. Hadi bu kişi xeylağında balaca, böyük nə fərqi var? Yeməyi xoşlayır. Çox sağ olun. Yekunlaşdıraq. Bunlar arzulayır. Çox Təşəkkür sağ olun. ederim. Yaşlarımız aşağıda. Mənim sevgililərim, sizi çoxlu öpürəm. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdarıq sizə. Sağ olun.